Herkese salam, ben Ayxan. Bugün sizlerle birlikte ilk iki videolarına devam edirik. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. Dalaşmaq istəyirsən. Sen sucuk doğrayayım, üstüne de yumurta vururum. Aha. Dalaşmaq istəyirsən. Bu sucuk, bu tava, bunlar da yumurta. Pişir, gel. Sen pişirsen elime yapışar. Sen yapışıp bir şey Ayda. Həmişə mən pişirim də, bir də sən pişirsən nə olar ki? Sen ne bak yemek pişirmişsən ki? Bütün gün çölden yiyirsən də, pullarım çölə gedir. Anava verəndə qaça-qaça verirsən ama. Anam heç olmasa yemek pişirə bilir. Çağır bizə də pişirsin. Çox danışma, al tək qarnı var. Nətər idi, belə yaxşı idi. Hə, çox sağ ol, super. Həqiqətən belə, yəni video super olubdu ilk növbədə. Amma həqiqətən belə insanlar var mı, yox mu yəni? Ailə evində ayrılıq mesajı almaq. Yaman ayrılık. Ayda. Ay bala, nə ağayırsan? Heç nə, heç nə. Götür bunları apar, öbür otağa qatlamağa başla. Yaxşı. Aman ayrılık. Bunlara söykənmə bala, xəstə olur. Can Elkin, can. Bu işi qurban bunda. Çıxart bunu aparım yeyim. Yaxşı, it günlə düşübdü. Çıxart. Aman ayrılık. Yaman ayrılık. Rahat quruzla yaşayanırsa. Evdə, ay bala, dur. Dur, git çörək al, əmin. Aman ayrılık. Yaman ayrılık. Ayda. Aman ayrılık. Yaman ayrılık. İçimdə inleyen yaman ayrılık. Balacılı pul görən böyük qardaş. Neyirsən? Bak, mənim nə qədər pulum var, varıyam, mən varı. Həqiqi varırsa. Elə 2 dənə pulum var. Mənim gör nə qədər pulum var bax. 1, 2, 3, 4, 5, 6, 7, 8. Mənim pulum səndən çoxdur. Mən səndən daha varlıyam. Mən niyə 2 dənə verdim? Yaxşı, ağlama, ağlama. Sən 2 dənə pul verirsən mənə, mən 8 dənə pulu verirəm sənə. Dağda Oyda. verirsən. Hə. İnşallah. Bunları cincin, qaç bunları cincin. 2024. Ne vaxt taxacaqsan? 2024. Sonra takarıq. İlkin bu lüstru ne vaxt 24. taxacaqsan? Sonra takarıq. İlkin bu lüstru ne vaxt taxacaqsan? Sonra 25. takarıq. İlkin bu lüstru ne vaxt taxacaqsan? Sonra takarıq. İlkin bu lüstru... Friendzone. Yaxın görünür ya, orada səhv başa düşər cəmaat öz bəxtini də bağlayarsan mənim də. Başa düşsünlər də, boş ver. Camaat. Ayda çok üşüdüm, qoluma girim də. Gir. Qoluma girirsə deməli nəsə hiss eləyir də. Hara hazırlaşsan belə? Axşam Laləzarla görüşəcəm. O qızı sən heç yaraşdırmıram. Necə qız yaraşdırırsan? Belə 1.60 boylarında, qara qaş, qara göz, qıvırcıq saçları olan. Konkret özündən danışır da. Mənə də Oba. Məncə kişi açıq sözlü olmalıdır. Fikirlərini, duyğularını açıq şəkildə deməyi bacarmalıdır. Doğrudan deyirsən? Hə. Çoxdan demək istəyirəm sənə. Mən səni sevirəm. Mən səndən anam yox verdim ki, sən belə bir şey başa düşmüsən. Oyda. Mən səni görürəm, elə şey olar. Oy zibi. Tarmadı şizofren yılanı. Salam, yeni açılmış pizzamızı yapıyoruz. Hansı pizzadan istəyirsiniz? Nəzərinizə çatdırım ki, açılışa özəl sadəcə Məncə ləman restoranlar atılır. bunu eləməlidir da, yəni. Bir böyük pizza alına, bir orta pizza hədiyyə olacaq. Hansı pizzadan Eyvah, istəyirsiniz? fikirdir. Buyurun, buyurun. Buyurun xanımlıq olsun, nəsə lazım olsa buradayım. Yox artıq. Paltaryon aldırmısan mənə 10 kilo olub. Bu nədir əlindən yuyursan? Bir dənə buna görə işlətmək istəmədim də, həm də belə ləkən mən daha yaxşı çıxardım. Cezvədə niyə pişirsən kofeni? O boyda kofe aparatı aldırmısan mənə. Aparatdan iyi gəlir, həm də ki cezvi daha rahat yeyib yığışdırmaq. Ay İlkanə. Amma daha rahat. Robot tostlarını aldırmısan mənə. Bundan niyə eləyirsən? Yo, yaxşı eləmir də yola verir. Bundan özüm gül kimi eləyirəm. Mənim pulumun başı gidişirdi də. Hə, gecişirdi. Paltaryon al. Kişilər qeybət sevəndə. Görən niyə boşanıblar? Nə nəyimə lazım başqalarının həyatı? Boşanıblar da. Səmaya zəng eləyir, səmaya zəng eləyir. Aha. Alo. Ay Buna zibi. baxıram, sənin qeybətin maraqlı deyil mənə. Nə? 4 dənə qız? Hal olsun. Hal olsun, çox bomba oyunçudur. Nətər vur deyə qolu. Əlin qolun bağlayıblar. Nə olub ki? Yox, cavab vermə. Başqasının həyatında mənim nəyimə lazımdır, amma sən çox şanslısan ki, mənim kimi ərim var. Evdə qaynana versə gəlir. Hamsan sonra axşama zıqqım yeyəcək. Bu nədir stol silməkdir? Biraz təmiz sil də.
Nə oturmusan? Evə JTK tüktü. Niyə tost aranamamsan oturmusan Aha. burada? Sən ucbatından. Hoş gəlmisən qızım. Saçı yuva başlayaq. Ne demek istemem? Pintiyem, çirkliyem ben başımdan yağ akır. Siz müşterilerinize böyle davranırsınız. Yolursunuz ya saçımı yavaş. Kızım hele başıma değmeyi bir daraq. Yolursunuz, tutanda da yolursunuz. Siz her cür yolursunuz benim başımı. Yavaş derimi yandırdınız. Dayanma hele durma. Deri de yana bilər, istilik de gelir ora çatır yanır deri. Dur eşitdim. Beğendim. Elvə sağlıq. Mən gedirəm. Aha. Oğluma deyərsən pulumu göndərər. Mən də pula qoymamsınız. Ayda. Oo, məni tərk eləyən keçmiş sevgilim. Mən atdın, getdin, dedin sən heç nə bacarmayasan, amma mən qumarda ev utdum, maşın utdum, Oyda. qəşəng paltarlarım, hər şeyim var mənim, amma sən heç nə itirdin məni, itirdin. Mən maşın, şey, sən heç nə yapdım, yetdim. Yaxşı ki canımı səndən qurtarmışam, səviyyəsiz. Ayda. Hardasan İlkanə? Yoldayım evə çatıram. Hardaydın? Kafedə. Kimlə idin kafedə? Ay İlkin biz evliliği neçənci ildir uje? Ne gic suallar verirsən? Sualıma cavab ver, kimlə idin kafedə? Kimdən Aha. idim? Səndən idim. Gəl, gözləyirəm, gəl götür, gəl. Yan gözlə. Mən də deyirəm nə? B12 yoxdur, B300, Hardasan B500. İlkanə? Mən ad günə girəm, mən pul ver də. Bayaq pul verdim də sənə də. Onlardan nə səlavə çıxar, pul ver. Gəl oyun oynayaq. 5 dəfə mənim dediklərimi təkrar eləyə bilsən, nə pul qoysan o qədər verəcəm sənə. Oo. Salam. Salam, Mən cicəm. mən giyəcəm. 2 üstə gəl 2 neçə eləyir? 4. 2 üstə gəl 2 neçə eləyir? Ayda. Cümlədir. Amma ikisini də götürəcəm. Salam. Salam, Mən cicəm. mən giyəcəm. 2 üstə gəl 2 neçə eləyir? 2 üstə gəl 2 neçə eləyir? Uduzdun. Niyə? Uduzdun da bir cümlədir. Ayda. oyna, oyna. Salam. Salam, Mən cicəm. mən giyəcəm. 2 üstə gəl 2 neçə eləyir? 2 üstə gəl 2 neçə eləyir? Uduzdun. Uduzdun. Uddun. Ver bura. Uddun axırıncı cümlə idi. Ayda. Pul qalmadı artıq içəridə. Oynayıram. Mən oynamıram. Aha. Niyə mən oynamaq istəyirəm? Mən oynamıram da. Yəni cümlə. Artıq anan Ay səndən çat soruşmaq. evdə bunlar var. Mən nə pişirim ki, axşam evdəkilər zıqqımlansınlar, mənə də deməsinlər. Həyat yoldaşım məktəbdəki sevgilisindən danışanda. Ay, həqiqətən belə temalar var. Nə vaxtın evə gəlməkdir, hə? Saat neçədir, xəbərim var. Əli çək, ay xanım, evliyəm mən. Arvadım var mən. Cəmaatın əriyəm mən. Cəmat mənə demək elədi. Nəysə, yaxşı. Məktəbin ilk günü araları masa. Nasıl kimidir, çəkilimi çəkir. Getmək istəmirəm, nə olur? Ayda. Mən də yaşamışam bu vəziyyəti. Amma WhatsApp yox idi o vaxtı. Amma sadəcə şəkil var. Çox pis dalaşdı. Günahkar ola bilərəm, mən üzr istəməli deyiləm. Mən də çox ağır söz Aha. o heç üzr istəməz. Amma yəni deyə bir öp, qucaqla, bir dənə maç elə də barışacaq. Vurma mənə! Və biz nə eləyək? Həqiqətən yəni. Kişilərin planı pozulanda. Plan da qurmuşuq, amma mənim başım ağrıyır. Olar gedək evdə keçirdək. Gedək, problem yoxdur, gedək. Çünki bilirəm axşam Qadınların planı pozulanda. Amma nənəm rəhmətə gedib, ora getməliyik də indi biz. 2 dənə nənəm var da, biri ölübdü, o biri ölmüydü və biz səhərdən plan qurmuşuq. Mən getmişəm, o boyda salona hazırlaşmışam, makyaj eləmişəm. Neçə saat da mən bu yemək üçün hazırlaşıram. Allahım yarabbim. Deyirsən ki, nənəm ölübdü. Ölüb də. Sən getməyən də bastıran mı var? Bilirəm, sən bugün ad... Mənim yeməyimin dadına baxmaq istəyirsən? Necədir? Dadlı da. Sən də mənim yeməyimin dadına baxırsan. Yox. Niyə? Niyə? Anama görə necə yemək yeməli? Ayda.
Hər gün gərək belə yeyəsən da yəni. Başqa çıxış yolu yoxdur. Neyse dostlar, bugünkü videonun sonuna geldi. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Gelen videolarda görüşmek üzere ve bunu da unutmayın ki sevilirsiniz.